Cənab-ı Ustad Sayıvər ağa hər günkü sayaq inşallah gözəl söhbətlərindən istifadə edəcək. Məhəbbət buyurublar bizim dəvətdə qəbul ediblər və huzurları var bizim verilişdə. Hacı salam ərzəyim, çox xoş gəlibsiniz. Aleykümselam və rəhmətullah. Mən də siz cənaba əziz tamaşaçılara salam ərz edirəm. Aleykümselam və rəhmətullah. Ustad ərz etdim əvvəl hissədə ki, çox bəhanələr varmış bugün söhbət etmək. İnşallah əsli sizin söhbətlərinizin ki, keçən verilişdə o bəhsuzun davamını eşidəcək. Amma bugün İslami ölkələrdə Quds günü ilə də adlanıbdır. Əgər səlah bir söz əvvəldə buna bir işarə buyurasınız ta söhbətinizi eşidək. Bismillahirrahmanirrahim. Kuna lizzalimi xəsmən və lilməzlumi ovna. Əmirül-Müminin Nəhcü Bəlağədə vəsiyyət eləyir İmam Həsən Muctəbaya və İmam Hüseyn əleyhissalama buyurur ki, bu vəsiyyət siz ikizə və ki bu məktub yetişə, yəni hamiyə. Sözlər ki orada yazıbdır, biri də budur ki, siz zalimə nisbət düşmən olun, məzluma nisbət köməkçi olun. İnsan dünyadakı zülm proseslərində neçə dana özündən reaksiya görsədər. Bəzən göz yumar. Yəni diqqət etina eləməz, nə olur olsun. Dünya hər nə cür fırlanır, buna fərqi yoxdur. Bir şair var, onun sözdə hüquqnaməsində belə bir Mirzə Ləşbər Sabir bu cür bir şeiri var. Dünya nə cür olur, mənə nə var? Bir budur ki, insan laqeyd yanaşa. Zalim hər neynir eləsin, məzlum nə cür məzlum olur. Bu bir növ yaşayışdır. Bir yaşayış da budur ki, insan zalimin kənarında ola. O da ona zülmünə dəstək ola. İndi dəstəyin də modelləri çoxdur. Bəzən insan aşkar zalimin kənarında olar, bəzən gizlin zalimin kənarında olar, hər halda zalimin kənarında olar. Bir də budur ki, yox, insan məzlumdan müdafiə eləyər və zalimə qarşı olar. O ki, dünyadakı insanın haqlarını, dəyərlərini inananlar, yəni dindən də yuxarı söz. İslam da bu sözü deyir, dinlər də bu sözü deyir, hətta insanın hürriyyəti də bu sözü deyir. İmam Hüseyn əleyhissalam buyurur, əgər dininiz yoxdur, hürriyyətiniz olsun, igidliyiniz olsun, cavan mərd olun, onun da hökmü budur ki, məzlumun kənarında olur, zalimin kənarında olma. Quds günü bu məsələnin təcəllisidir. İnsan dünyada o uzun bir zülmü ki, indiki dövrdə o cür bir forma zülmün tayı yoxdur. Ki, belə 70 ildən çox zülmü baş verə, zülmü davam da tapa, dayanmaya, hətta zülmü fəqət kişilər üçün müharibəlilər ona olmaya, uşaqlar ola, qadınlar ola, onlar ki, silah əllərində yoxdur, onlara ola, özdə hər gün, hər həftə ardıcıl bilənci bir əmniyyəti insanlardan ala, bu zülm dözülməz zülmüdür. Bu zülmə qarşı gərək nə təkcə müsəlmanlar, hər kim ki insan hüququna həqiqi inanır, bu zülmə gərək qarşı ola. Bir ikinci nüqtədə budur ki, insan hüququna həqiqi inanır. Çünki dünyada insan hüququ bəzi yerlərə, müəssisələrə, insan hüququ mərkəzlərinə saqqızdır. Bunların əbzarıdır, bunların bir ayrı məqsədlər üçün vasitələrdir. Harada sevsələr bu insan hüququnu tətbiq edərlər, harada sevməsələr göz yumarlar. O insan hüququndan söhbət getmir. O insan hüququ deyil. O insanların maraq hüququdur. Dünyada baş veribdir. O ki, həqiqi insan hüququ axtarır, ikili standartla məsələlərə dünyada baxmaz. Ki, orada ki, özünün
xoşu gəlir, özünün marağı ilə mənfəəti var. Gözən bir dənə sadə bir məsələni milyon qət böyüdər. Amma orada ki, yox, ayrı cür marağı var, milyonlar zülmü bir qət də görsətməz. Bu, dünyanın bir zülmü də budur. Yəni, dünyanın bir fiziki zülmü var, bir də dünyada mənəvi zülmü var. Mənəvi zülm budur ki, bir sıra insanlar, bir sıra cəmiyyətlər, bir sıra ölkələr o insan hüququ kəlməsini özlərinə yalancı bir şüar kimi tətbiq edirlər harda istəsələr. Buna da gərək mübarizə ola. Həm mübarizə ola fiziki zülmlərə, həm mübarizə ola bunun arxasında fiziki zülmlərin arxası o mənəvi zülmlərdir ki, dünyada baş verir. O himayələrdir ki, dünyada baş verir. O göz yummalardır ki, dünyada baş verir. Quds gününün mənası belənci bir şüardır ki, insan zalimin kənarında deyil, zalimlə nisbət zülmünə laqeyd deyil, əksinə zalimin qarşısında məzlumun kənarındadır. Ki, Ağa Əmir-i-Mömin Həsən də buyurdular ki, elə siz işarə buyurdunuz, ehtimalı hədisdən elə işarə buyurdunuz ki, buyurdu ki, 3 sıra insanlardılar ki, bunlar zalimdən şərikdirlər o zülmüdə. Biri zalim özüdür, biri o zalimə dəstək olanlar və 3-cü sıra o ki, siz buyurdu şayət çoxları olala təəssüflə indiki zamanda, bu kəslərdə ki, sakit dayanırlar. Yəni, zülmü görürlər, Qəzzədə bu günahsız körpə uşaqların ölümünü görürlər, amma sakit dayanında buyurdu ki, bunlar da onların zülmündə səhim və şəriklə. İnşallah ki, Allahdan istəyirik, dünyanın hər yerində məzlum vardır. Nə fəqət elə Qəzzədə, Livanda, Fələstində. Bütün dünyanın hər yerində məzlum vardır. İnşallah hamıların, zalimlərin zülmünün əlindən xilas etsin ağamız, Mövlamız Əli ibn Musa Rızanın hürmətinə. Usta Sayvar ağa, keçən verilişdə təqva sahəsində bizə söhbət buyurdunuz. Gətirib sözü bura ki, buyurdunuz, təqvanı biz hardan ələ gətirə bilirik? Yəni bir müşəxəs bir yeri var, onu almalı ki, də gərək biz bunu necə təzkiyə ilə, necə məşq eləməklə, onların sahəsində söhbət buyururuz, davamını eşidək. Bismillahirrahmanirrahim. Leysə aləl-ləzinə amenu və əmilus-salihat cunahun fīmā tə'imu izā məttəqu və amenu və əmilus-salihat summəttəqu və əmilu summəttəqu və əhsənu Vallahu yuhibbul muhsinin. Maidə surəsinin 93-cü ayəsində bir ayədə 3 dəfə təqva bəhsi gedibdir söhbət. Şə'n-i nuzulu da budur ki, vaxtı içkinin haramlığı Qur'an ayəsində, bundan əvvəl ayədə, Maidə 91-də Allah-u Teala qəti haramlığını bəyan elədi ki, bu olmaz, haram işdir. Neçə dana məsələ haramdır, biri də budur. Bəzilə gəldilər, dedilər, axı biz geçmişlərdə bu işi görmüşük, ya bizim adamlarımız geçmişlərdə bu işi görüblər, indi belənci bir günahdır, haramdır, bizim və taleyimiz nə olacaqdır? Bu ayə nazil oldu. Dedi, əgər bu işi görmüsünüz, sizə günah yoxdur, amma şərti var. Onlar ki, iman gətiriblər, salih iş görürlər, indi namaz qılırlar, oruç tuturlar, imanları var. Bunlara günah yoxdur, amma şərti budur. İzā məttəqu. Şərti budur ki, indi bundan bu yana nizarətlə yaşayırlar. Daha getməyərlər haman işlərinə. Biləndən sonra fərqlidir. Ettəqu, yəni nizarətlə və bu təqva əsasında imanlarını tənzim edərlər və salih iş görürlər. Yəni, insan əvvəldə Allaha iman olar, salih işlər görər. Amma mümkündür, səthi olar. Təqva ilə bu iş baş tutmaya. Mən dindaram, namaz da qılıram, oruç da tuturam. Bu həddəyəm. Deyir, yox, bu həddə olsun, yenə ayağın sürüşər. Sabah mümkün elə, haman adət elədiğin günaha qeydəsən. Amma buna bir dənə ayrı bir zədə əlavə elə. O da təqvadır. İmanı var, salih əməli və ki, səthidir, insan taza dindar olubdur, namaz da qılır, oruç da tutur, Allaha da inanır. Deyir, Allaha inanığı da gücləndir, əməli salihi də təqvə ilə bir yerdə
dərinləşdir, onda geçmiş əməllərin səninə təsir eləməz. Burada bir ayrı nüktə vardır. Bəzən insan çün geçmişdə bu işləri görübdür, ruh ünsü tapıbdır. Düzdür, geçmiş əməllərdə günah yoxdur. Bəli, bu ünsiyyət var axı, bu adət var axı, bu əlaqə var axı. İnsan 30 ildir bu günah eləyibdir. Adət edib onu. Adət ünsiyyəti var. İndi toy gələndə mümkündür ki, maraq ola. Bir hadisə gələndə, şənlik gələndə mümkündür bu günaha yenə maraq ola. Amma Allah buyurur, bu tam o vaxt silinər sizin həyatınızdan. İman və əməl-i salihin kənarında təqvanı da yerləşdirəsiniz. İmanınızı təqvə ilə, əməl-i salihinizi təqvə ilə təmizləyəsiniz. İman dərinləşər onda, Allaha inam insanın həyatında dərinləşər. Allahı məhzərində özünüzü görəsiniz. Salih əməllər də təqvə ilə bir yerdə olar. Onda bəli, siz daha o adət silinər. İnsan nizarəti ayrı cür olsa, burada bir nüktə bu ayədən çıxır. Bəzilər belənçi bir suallar verərlər ki, mən də adət eləmişəm. Mənimki məndən keçibdir da, mən bu işlərdən əl çəkənmərəm. Ayə deyir, yox, əl çəkə biləsən. Təqvanı üstə gətirsin. Təqva yəni qeydə sən nizarətçi olasan, kontrollü olasan. Özü yavaş-yavaş kontrol və nizarət eləsin, o qala düzəldər özüvə. Təqva zindan deyil, qaladır. Zindanla qalanın fərqi var. Səni amanda saxlayır elə bir. Zindanın kilidin eşikdən bağlarlar, qalanın kilidin içəridən bağlarlar. Onu insan özü öz iradəsi ilə, ixtiyarı ilə özünü nizarətə salır. Ta düşmən nüfuz eləməsin. Orada adamı salıblar, orada ixtiyarsız. Gözəl. Təqva qaladır. Deyir, o qal'iyə gir, onda sənə şeytanın oxu dəyməz. Onda sənə adət elədiğin günahlar daha hücum eləyənməz. Çünki nizarətdən silinər. Nizarətlə onlar ruhunda paçlaşar. Bu birinci hissəsi ki, buyurur, pəs təqvanın rolu budur. Burada bir ayrı nüktə, incə bir nüktə əmələ gəldi. O da budur ki, təqva adamı ruhunu dəyişər. Ruhiyyəsini dəyişər, xasiyyətini dəyişər, o adətini dəyişə bilər, sındıra bilər geçmiş əlaqələrini, yeni bir əlaqə qura bilər. Sonra buyurur, sümmət təqu və əmilu. Deyir, bu nizarəti gərək dərinləşdirəsiniz. Nizarəti dərinləşdirəsiniz əməllərinizdə. Sümmət təqu və əmilu. Yəni, salih iş görəndə də indi bir ayrı model bir zat gələr sizə. Bununsa icazə versin, izahın bir qısa fasiləmiz olsun sonra. Əziz və hörmətli izləyicilər, ərz etdim, həm gözəl məkandik, həm gözəl saatda, səhər çağında, cümə günündə ki, günlərin ağasıdır və İmam Baqir Əleyhisselam da buyurdular ki, Ramazan ayının cümələrin fəziləti, necə Ramazan ayı başqa aylara fəziləti var, bu qədər və bu əndazə fəziləti vardır. Həm əziz məkandik, ağamız Əli ibn Musa Rıza Aleyhisselamın nurlu varyanında. Sən bir mətləb ərz edən və gedən inşallah sizin bu səslər ki, bizə göndərsiniz, bunlardan hissəsini eşidək. Bugün fikirləşirim ki, bəzən bu ustad olmayanda ki, mən sizin huzurunuzda oluram. Nə sözlərdən ərz edəm ki, siz ki, o bahalı vaxtınızı bizim bu verilişin ixtiyarında qoyubsuz, faydasız olmasın, öz dilimiz ki, yəni inşallah bir istifadəli olsun. Yadıma düşdü ki, nə gözəldir ki, ağamız Əmir Möminən İslam ki, sözlər əmiridir. Onun sözlərindən bu neçə gün ki, xidmət üzrə mərz edəm. Həzrətin bir dənə gözəl və maraqlı fərmayışı budur. Buyurdular ki, ən aciz insan o kəsdir ki, özünə dost yığmaqda aciz olar. Yəni, eləyə bilməyə özünə yaxşı dostlar seçər. Və ondan da aciz o şəxsdir ki, o dostlar ki, varidi onları eləyə bilməyə saxlayar. İnşallah ki, bu ağamız Əmir Möminin sözlər, əmirin sözlərinə əməl edənlərdən olaq inşallah. Sizin bu gözəl səslərinizin neçəsini dinləyək, sizlə bərabər yerində xidmət üzrəyik. السلام علیک یا غریب الغربا، السلام علیک یا معین الضعفا. آقا جان، ای ضامن آهو olan ای کان مروت،
Bir ahu hesab etmələ də eylə inayət. Ver izni gəlin məhzər və bir də səlamə, göylüm darıxıb qalmayıb hicran və taqət. Səlam ağa, darıxdım həsrətündən mən. Məni dəvət ağa qılsən, rəza canım. Başımda şok, gəvəslim var, rəza canım. Hayanda vardı məşhəd, tək gözəl gülşən, rəza canım. Bismillahirrahmanirrahim. Mən Lənkəran rayonunun Liman şəhərindəyəm. Axundov Beşər Rüstəmoğlu. İmam Rızanın gözəl ruhu, müqəddəs ruhu, imamət nurunu görmək üçün Məşhəd şəhərinə, onun hərəminə gəlməyi çox istəyirəm. Allah onu mənə nəsib etsin. Və bu nəsibdə də səbəb Seyid Şah İsmailin İmam Rıza hərəmin Məşhədin Şeybani xandan geri almasıdır. Allah onların hər ikisinə rəhmət eləsin və İmam Rıza hərəminin, müqəddəs hərəminin ziyarəti mənə qismət etsin inşallah. İmam çağırsın, biz də Azərbaycandan ora axşayı inşallah. Edib günahı xata, qəlbimi yara, Allah. Edib günahı xata, qəlbimi yara, Allah. Mənim saçım ağarıbdı, üzüm qara, Allah. Qalıbdı bir neçə gün süfrövün yığışmasına, məni bağışlamasın, sən gedim hara, Allah. Peyğəmbər İslam xilqətin əşrəfi buyurdular. O kəsi ki, Ramazan ayında özün bağışladanmasa, bəs nə zaman istəyir özün bağışlada? Əgər bu saata kimin Allah bizləri bağışlamayıbdır, yəni Allah bağışlayar, bizlər eləyə bilməmişik. Bunu Allahdan istəyək inşallah. Bu saatın və bu günün, bu əziz günün hürmətinə inşallah sizləri, bizləri, atalarımız, analarımız, əmvatilərimiz inşallah bu saatı bağışlamışlarından hesab olsunlar inşallah. Hörmətli izləyicilər, bu səs ki eşidirsiniz, müqəddəs Məşhəd şəhərinin oxuğu ilə söbhün azanı. İnşallah Bakı oxuğu ilə söbhün azanına yaxınlaşanda huzuruzə yavaş-yavaş ərz edərəm. Ustad Sahibər ağanın xidmətindir ki, söhbət ki, təqva sahəsində bizə buyurdular. Onların mən bəxti yubatmım, elə öz dili ilə ustadını eşidək. Bəli, ustad. Bəli, ayə buyurur ki, insan gərək iman və əməlinə təqvanı artırar. Onda qədimki ünsü tapmış günahlar buna hücum eləməz, buna təsir bağışlamaz. Sonra devamında yine buyurur ki, sommət təqu və əmilu. İnsan gərək yine təqvası olar. Mən bir ayənin izahı üçün bir nüktə istəyəm, ərz edeyim. Bəzi xasiyyətlər var, insanda müvəqqət deyil, daimi ardıcıldır. İnsan məsələn həccə gedir, bu bir dəfədir. Ömrüdə müstəti oldu, həccə gedir. Oruç tutur, bu ildə vacibisi bir dəfədir, Ramazandadır. Namaz qılır, bu 17 rəkətdir vacibisi. Amma bəzi sifətlər var, həmişə ardıcıl olmalıdır. O sifətlərdən biri təqvadır. İnsan hər an nizarətini özündən götürsə, o an yıxılar. Ona görə Allah-u Teala buyurur ki, siz ilk mərhələdəki iman və əməli salih ilə gəldüz Allah yoluna, geçmişə istəsöz qeytməyəsiz, onda təqvaz olsun. Ta imanınız möhkəmləşsin. Sonra gəldüz iman möhkəmləşsin. Bu şeytan imana mümkündür sənin, Allaha da inandın, müsəlman oldun, dinə gəldin, amma əməlivə nüfuz eləyə bilər. Riyakarlıq baş verə bilər əməlində. Bundan əvvəl qorxurdun qeydə sən geçmiş cahiliyyət yaşayışına, o
dindən əvvəl, imandan əvvəl qurulmuş həyata. Onda toylarda içirdin, indi də mümkündür qayıdasan. Amma təqvə ilə, nizarət ilə bu həll oldu. Qayıtmısan da. Amma indiki vəziyyətində mümkündür, indiki vəziyyətin xarab ola. Nə geçmişə qeydəsən, salih əməlləri xarablayasan. Sədəqə verəsən, amma minnət ilə. Namaz qılasan, riyakarlıqla. Oruç tutasan, amma orucun kənarında o işlər ki, orucu yuxarıya aparar, bunlar sənin həyatında baş tutmaya. Ona görə deyir, sümmət təqu və əməlüs salihat. Təqvalı olasan və salih işləri görəsən. Qabaqçı təqva iman və salih işlər üçün idi ki, insan qeytməyə qabaqçı həyata. İndiki həyatında o əməllərin xarablanmaya. İnsan nizarətini indi də gərək itirməyə. Sonra davamında vurur ki, sümmət təqu və əhsənu. Deyir ki, necə təqvalın ola? İstəsən muhsin olasan, yuxarıya çıxasan, salih əməldən də yuxarı adam olasan. Muhsin hədislərdə iki məna olubdur. Bir budur ki, insan ayrılarına xeyir iş görə, ayrılarına insan haqqından keçər, fədakarlıq eləyə. Bu bir mənadır. Burada zahirən o mənaya deyil. Burada muhsin, yəni insan öcür ibadət eləyə ki, elə bir Allahı görür. Əgər bu Allahı görməsə, Allah bunu çətmən görür. Bu halətə deyərlər ehsan. İnsan bəzən iman gətirib də Allaha. Amma subutlarla iman gətirib. Deyir, mən Allaha inanıram. İbadət namaz da qılır, amma namazı bir cür deyil. Ki, namazı qılır ehsanla bir yerdə. Yəni, namazı qılır, elə bir Allahı görür. Əmirül-Müminin bundan soruşurlar, sən ibadət edirsən, məbudu görürsən? Buyurur, mən görməsən ibadət eləmərəm. Buyurur ki, ma kuntu əbudu Rabban lam ərəh. Mən heç vaxt o Rəbbi ki, görmürəm, ibadət eləmərəm. Hələ bu ehsandan yuxarıdır, görürəm. Bu ehsan budur ki, güya görürəm. Yəni, öz ruhumda, öz ruhi vəziyyətimdə bir proses olar ki, ibadətdə güya Allahla danışıram. Əl-Musalli yunaci Rəbbə. Namaz qılan elə namaz qılar ki, elə bir Allah ilə nəcva eləyir, Allah ilə pıçıldaşır, Allah ilə xüsusi danışır. Nəinki fəqət elə o namazın kəlmələrini danışan maqnitofon kimi. İnsan bəzən örgənib namazın kəlmələrini deyir bir-bir. Elə bir şəxslə danışmır. Şəxslə danışmır, bir inşa oxuyur. İnşanı bəli hifzilən oxuyur. Ustad gözəl yerə işarə buyururuz. O icazə versə İftitah surəsindən əziz əməkdaşların bir qıssa hazırlayıblar. Bir ayrı fərazının ki, keçən verilişdə bir fərazlarını eşitdik. Davamından da bir qıssa fərazlarını eşidək. Ustad söhbətlərimizin davamını ondan eşidək. Bəli, bu ayə 93 Maidədə istəsin ki, insan qeyddə Allaha tərəf bu qayıdışını da təqvə ilə saxlayar, gücləndirər. Qayıdandan sonra salih işlər görür. Orada da yenə təqva lazımdır. Dərəcə artırmaq üçün ki, olsun muhsin, orada da təqva lazımdır. Yəni, təqva bir qüvvədir, bir halətdir. İnsanın tamamı inkişaf prosesində bu olmalıdır. İnsan gərək nizarətli yaşaya özünə, həmişə. Nizarətli yaşamasa yıxılar. Nizarətli yaşamasa yuxarıdan da düşər yerə. İnsan arxeyin olmasın özünə ki, mən daha gəldim yola da qutuldu. Gəldim yola qayıda bilirəm. Onda bir təqva. Gəldim yola, yolda mümkündür, gördüyüm işlər zay əməl ola. Orada da təqva lazımdır. Gəldim yola, gördüyüm işlərdə düz olsa mümkündür, yuxarıya çıxmayam. Orada da təqva lazımdır, ta olan muhsin. Ona görə Allah-u Teala bu ayədə 3 dəfə təqva. Biridir, ettəqu və amənu və əmelus salah, sonra təqu və əmelus salah, sonra təqu və əhsənu. Bunlarda bir əsas nöqtəsi budur ki, insan özünə nisbət nizarətin heç vaxt göz yummamalıdır. Həmişə özünə nizarət Onda bu dərəcədəki işarə buyur, bunlara yetişər. Ta elə imanını da saxlamaq üçün.
öz imanın da əsli imanı saxlamaq üçün də təqva Bəli. lazımdır. İnsan mümkündür bir növ ayağı sürüşərkəsən imanı da əlindən gecə. Ona görə iman üçün də təqva lazımdır. Salih əməl üçün də təqva lazımdır, ehsan üçün də təqva lazımdır. Bu ayənin məzmunudur və bizə böyük bir dərsi var. Keçmiş gələsə belə bir söhbət elədik ki, insan təqvanı hardan ələ gətirər? Hər cələsə təqva ayələrindən birini izah edirik. Bəli. Sonra o əsli bəhsimizi ki, təqva hardan əmələ gələr, onu davam edirik. Ərz elədik, təqva bir ibadətdən gələr. İnsan gərək ibadətlə özünü məşq edətdirə, möhkəmləşər. İbadət insanın iradəsini möhkəmləşdirər. İbadət insan özünü nizarət etmək hissini gücləndirər. Bu gücü insan özündə bərpa elətdirir. İkincisi ki, onda qalmışdı, o da maarif idi. İnsan bəzi düşüncələrə yetişsə təqvalı olar. Bir budur ki, günahın həqiqətini tanıyır. Bir budur ki, nəfsin həqiqətini tanıyır. Bir budur ki, Allahı tanıyır. Geçən dələ sərz elədik. İnsan Allahı tanıyır, Allahla alver eləyə. Başqası ilə yox. Onda təqvalı yaşayır. Üçüncü budur ki, insan şeytanı da tanıyır. Şeytan insanı and içib ki, mən Allahın izzətini and içib ki, mən insanı qoymaram yol geçsin. La uğviyannahum, bəli. İğva eləyərəm, məqsədin itirən. Qoymaram bu, hərəkət edəsin düz məqsədə tərəf. Yaxşı, bu şeytan nə cür insan alladar? Ərəf surəsində buyurur ki, şeytan 4 tərəfdən adam alladar. Sümmə ləatiyənnəhum. Buyurur, mən həm insanı alladaram sağ tərəfdən, sol tərəfdən, insanın qabaqdan, insanı arxadan alladaram. Yəni, mən belə deyər ki, yorulam. Şeytan insanın allatmağında yorulmaz. Ya göz yumam. Hətta o istisna ki, Quranda var, mən muxləsləri allatmaram. O istisna, hörmət istisnası deyil, acizlik istisnası. Eləyə bilməz. Yəni, bacaranmaz onları. Nəinki o, insan məsələn bir ox atır, bəzi quşlar var, insanın oxundan yuxarıdadır. Ona ox yetişməz. Nəinki quşa hörməti vardır, vırmırı. Muxlas insanlar öcürdülər. Şeytanın allanma dərəcəsindən çıxıblar yuxarıya. Allah oliyaları vücuddur. Hər halda. Bu nə cür bunlardan alladar? Quran bunları incə izah edir. İnsan şeytanın işlərini tanımaqla təqvalı olar. Onun silahlarını tanımaqla onun silahlarından özünə qalxan düzəldər ta dəyməsin. İnsan düşmənin gərək tanıya, düşmənin hərbələrini, yollarını, çaşdırma yollarını gərək tanıya, ta özünü qoruya bilər. Bu ayə düşmənin bir yolunu insana göstərir. Deyir, 4 tərəfdir. Yaxşı, 4 tərəfdən yana mənə. Sağ tərəf yana mənə, sol tərəf yana mənə. Sol tərəf günahlandır. Hədislərdə var, günahları şeytan zinətləndirər. Günahı o qədər bəziyər insanın qarşısında ki, insan günahdan xoşu gələr. İnsan əvvəl günahdan nifrəti var. Fitrət o günahı qəbul eləməz. Amma bəziyər, fitrət kənarda gedər, insan o günahdan xoşu gələr. Vaxtı xoşu gəldi, ikinci etap. O günaha yavaş-yavaş yaxınlaşar. Pəs sol tərəfdən günahı zinətləndirmaqlandır, günahı bəzətmaqlandır, günahı insan sitmaqlandır, insan günahda balaca bir şey bilər. Kaş elə mənim günahım bu ola, kaş başqaları günahı, bax, haradır, bu haradır. İnsan özünü bu cürlə çaşdırar, günaha düşər. Bir budur, sol. Sağ tərəfdən nə cürdür? Hədislərdə vardır ki, şeytan insanın müsbət əməllərinə də müştəridir. O ki, nizarət dedik, salih əməllərə də nizarət. İnsan salih işlərə də şeytan müştəridir. İnsan əvvəl çaşdırar ki, əməl eləməsin. İstəyir sədəqə versin, qalasan ha özün. Bugün xərcləsin, sabah qalasan. Sədəqə versin, o hamıdan alır. Da sədəqə vermir. Buna gücü çatmasa,
sədəqəni ayrı model alladar. Sədəqə verər, sədəqənin için xərablayar. İnsan minnət vurar, insan sədəqə verəndə ondan təşəkkür gözləyər, əziyyət verər o yoxsula ki, sədəqə veribdi. Sədəqənin əməlin heç eləyər. Əvvəl qoymaz bu iş görsün. Bəli. Ya bu işi görsə də keyfiyyətin əlindən alar. Bu da sağdan nüfuz eləmək. İcazə verirsə usta, sağ solu buyuruz. O qalanını da inşallah gələn növbəti verilişimizdə huzurunuzda olur və istifadə edək.